Salam dəyərli izləyicilərimiz. Video başlamamışdan öncə, təqdimata başlamamışdan öncə bir şey vurğulayacağım və sizdən yenə xahiş edəcəm. Kommentariyalarda çox yazırsınız. Bibini heç kim əvəz eləyə bilməz. Bibinin yerini vermirsən. Əlbəttə verə bilmərəm. Mən zaten bibini əvəz eləməyə çalışmıram. Sadəcə işini aparmağa çalışıram. Bibini mənim üçün, şəxsən mənim üçün həyatda heç kim əvəz eləyə bilməz. Bu öz yerində Allah ona qəni-qəni rəhmət eləsin. Bütün rəhmətə gedən yaxınlarınızın, əzizlərin ruhu şad olsun, məkanları cənnət olsun anamla bir yerdə. 2 saat yarıma yaxın torpaq sahəsinin içərisində evimiz yerləşir. Zabrat Məhəmmədli dairəsinə yaxın. Məhəlləsi asfalt. Səhvədə məhəllədən bir dənə evi çəkmişik. Mərkəzi kanalizasiya sistemi. Yəni bu evi alan müştəri ana yola, Məhəmmədin yoluna, təzə yola yəni, Pirşağı Kürdaxanın yoluna, Zabrat yoluna hamısına piyada çıxa biləcəyi məsafədədir. Yolların da təmir olunan hissəsi də hamısı təmir olunan hal-hazırda iş gedir. Tərtəmiz asfaltla evinə daxil olacaq. 110 minə sizə mərtəbə yarım 3 otaqlı evlə gəlmişim. Ev 15 daşın üstündədir. Aşağıda köməkçi otaqları var. O açıq yer kombi otağı olacaq. Bir də tramp qoyublar. Həyət üçün sanitar qovşağı da eləyə bilərsiniz. Həyətə tamir döşənib, maşın, 2 maşın həyətinə rahat şəkildə daxil ola bilir. Qazı, suyu, işığı hamısı çəkilib, sayğaclar qoyulub, istilik sistemi kombidir, hər bir otağın xətti çəkilibdir. Aşağıda bir otaq buradadır. Təkrar edirəm, aşağıdakı otaqlar köməkçidir. Burada da yenə evin altı. Yuxarıda nə varsa aşağıda da polnusu eyni şəkil. Göstərib işıqda düşə bilir. Hə, sağı solu göstər, girməsinə. Aşağı otaqlar sıvanıb, belə loğurunda desək, bütün batı bir təmizləyərəm. Yuxarıda 3 təmirli otaq da 100 kvadratdan çoxdur. Evin də torpağında çıxarışıdır. Paket kupça, belə deyək. Və 4 bir tərəfdən də evlər heç biri bir-birlərinə birləşikdir, məsafəsi var. Evimizin geniş girəcək hissəsi, istilik sistemi kombidir, hər bir otağın xətti çəkilibdir. Geniş yataq otağı. Üzr istəyirəm, qonaq da. Mətbəxi. Anamdan dartmışam deyə takılmışam ora. Növbəti yataq otağı. Və digər yataq otağı. Videoda görsün, otaqlar hamısı genişdir. Sanitar qovşağı, sanuzeli. İkisi bir yerdə keramika, mərmər qranit özü də istif oldu. Start qiymət 110 min manatdır. Zaten bu evi 115'dən aşağı çəkən olmuyor. Bir endirimi burada eləmişik. Hələ real müştəriyə 110 mindən də endirim. Təkrar eləyirəm.